Türkmenistan prezidentinin Azərbaycan səfərinə toxunmadan öncə qeyd edək ki, Türk dünyasını birləşdirən təkcə ortaq dil və tarix deyil, onu ayaqda saxlayan Ötkəndən Dunay sahillərinə qədər uzanan ortaq dövlətçilik yaddaşı, min illərin törəsi və liderlərin bir-birinə göstərdiyi etimaddır. Prezident İlham Əliyevin "Bizim ailəmiz Türk dünyasıdır" fikri bu səbəbdən də şüar deyil, həyata keçən siyasi strategiyadır. Uzun illər Türk dünyasında məsafəli siyasət yürüdən Türkmənistanın Türk Dövlətlər Təşkilatına yaxınlaşması, Berdiməhəmmədovların ardıcıl Azərbaycan səfərləri göstərir ki, Qarabağ zəfərindən sonra yaranan geosiyasi reallıq Türk birliyinə yeni nəfəs verib. Bu prosesdə İlham Əliyev təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının birləşdirici lider kimi çıxış edir. Şimali Kipr Türk Cümhuriyyətinə verdiyi qətiyyətli dəstək və təşkilat daxilində birliyi qorumaq üçün atdığı addımlar bunun ən bariz nümunələridir. Şuşada hədiyyə olunan Qarabağ atları isə bu siyasətin ən güclü simvollarındandır. Türk törəsində at hədiyyə etmək ən ali ehtiram, sarsılmaz etimad və qardaşlıq andıdır. Mahmud Kaşqari deyirdi, at Türkün qanadıdır, qanadını bağışlamaq isə diplomatik dildə verilən bir mesajdır. Biz eyni kökdənik və qardaşlığımız sarsılmazdır. Məhz bu Türk xaqanlıq törəsini yaşadan İlham Əliyev daha əvvəl Rəcəb Tayyip Ərdoğana və Sadır Japarova da Qarabağ atı hədiyyə etmişdi. Türkmənistan liderlərinə təqdim olunan atların adları isə hər şeyi deyir. Ataya dostluq, oğula mərd. Çünki dostluq mərdlik üzərində qurulanda əbədiləşir. Türkmənistan səfəri zamanı İlham Əliyevə də cins türkmən atı hədiyyə edildiyini unutmamalıyıq. Bu da türkmən qardaşlarımızın Azərbaycan prezidentinə sədaqət və ehtiram jesti idi. Ən vacib məqam isə budur. İlham Əliyevin Sərdar Berdiməhəmmədova münasibətində təkcə dövlət başçısının diplomatik jesti görünmür. Burada böyük siyasi yol keçmiş liderin gənc həmkarına ağsaqqal münasibəti, səmimi etimadı hiss olunur. Mərd adlı Qarabağ atı da elə buna görə təsadüfi seçim deyil. Çünki Türk törəsində dostluq qazanmaq asandır. O dostluğu yaşadan isə mərdlikdir. Türk dünyasını ayaqda saxlayan da məhz budur. Dostluq və mərdlik.